Salam değerli həmvətənlərim, hər birinizi salamlayıram. Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən Qabil Türkoğlu sizlərlə bir yerdə canlı və canlı yayımdayam. Öncəliklə Aybəniz xanımın efirimizə qoşulubdur. Bugün fırtına bir zəlzələ bəlbəli olacaq, tsunami olacaq. Aybəniz xanımı salamlayıram. Xoş gəlmişsiniz Aybəniz xanım. Təşəkkür edirəm. Mən də sizi salamlayıram və bütün dəyərli həmvətənlərimi, izləyicilərimizi salamlayıram. Hamısını xoş gördük. Mehriban xanım kasıb qadındır. Ərindən boşanıb, 3 dənə uşağı var körpə. Gah termada işləyir, gah alaq otuna gedir. Düşüblər bunun üstünə mənə ki, gəl sən Aybənizə qarşı efirdə yaxud harca çıxış elə. Ki, deyəm, mən onu öyrətmişəm. Mehriban xanım ki, əl çəkində məndən. Mən o xanımla üzr istədim, böyüyüm də dedim. Mən o xanım anlaşılmazlıq, mən Aybəniz xanıma gəlməyəcəm. Mən Qurbanın, Abidin, Teymurun yanında yer alanları, onların təşkilatında yer alanları çok pis şəkildə söydü. Ölüsü dirisi qalmaz. Bir şərtdən söydü. Onların yanında yer alan həqiqi çıxsın, mənim efirimə çıxsın, həqiqi. Onların hökumətə işləmədiyini, həqiqi müxalifət olduğunu mənə subut eləsin. Mən üzr istəməsəm köpək oğluyum. Ataxan Əbilova dedim cavab ver, cavab vermədi. Mübariz Məsimov bunlara pul bırakır. Bunların yanında yerləşdirilən o Türkiye'li bir adam değil. Arzuman Bey, efirdəsiz, buyurun. Buyurun, özün təqdim eləsin. Bütün hər şeyi açsın, töksün bura. Zaman birinci Qarabağ müharibəsinin qazisi. İzləyicilərdə salamlayın. Şarkıları mən də cavabını verim. Kim arada istəyirsə, dediği, tanıdığım adamlardan. Bu Teymur kim olub? Qarabağ döyüşlərində hardan olub? Haradadır? Hardan gəldi çıxdı bura? Bu neyin nəsidir? Teymur heç kimdir. Teymur heç kimdir. Arzuman Bey, sizə bir sualım var. Teymur Eminbəyli Gürcistandan gəlib Azərbaycana, yoxsa hardan gəlibdir? Bir dəqiqə, Teymurla birinci də tanışırdı onlar. Deyə mən də döyüşmüşəm. Deyəm, harada hansı briqadada. Dedik könüllərdə. Könüllərdə o vaxtda batalyon sayını tanım. Dedik Goranboyda. Dedim kimin batalyonunda olursa demədi. Goranboyda da Rasımın batalyonunda. Hamımız bitirimizi vizualında olsa tanıyorum. Sürekli başladı çevirmeye. Orada söhbətlər başladı demək ki. Sonra da siz Aybəniz xanım bir gün efirdə olmayanda biz 8 nəfər, 10 nəfər gedir bizim kanallarına. 30 ildir birbirimizi tanıyoruz. Dövüşdə də bir yerdə olmuş. Rəhmətli qardaşınızla tanıyorum, siz özü bilirsiniz. Bu baş kimse çağırmıştı efirinə. Adam hisləri oyanır, adam görmüyor. Yalan danıştığına göre görmüyor. Yazdım orada yalan danışsa, beni boş efirə boşmadı. Sonra 3 gün, 4 gün Hadirat zəng gələdiyini götürmədi. Dostumuz vardı, bloklamıştı onu, təngitsini. Təkir eləmişdi. Sonra o bayağı sizə video göndərmişdim, üzr istedim. Üzr videosunu da göndermişim size.